Gördüğünüz bu ilan adi soylanıdır. İnsan için hiçbir hayati tehlikesi yoktur. Çünkü zərərsiz və zəhərsiz canlılardır. Bunların özünü müdafiə etmə xüsusiyyətlərindən biri də budur ki, onlara toxunan zaman iyi buraxırlar və yalandan fısıldayırlar. Yəni o fısıldamağa baxıb siz onu zəhərli ilan kimi təsəvvür edə bilərsiniz, amma zəhərli ilan deyildir bunlar, çünki bunların zəhər dişləri yoxdur. İnsanı dişləsə belə insana heç bir ziyan yerinə yetirə bilməz. Quyruqları gördüğünüz gibi nazik ve uzundur. Zəhərli ilanlarla zəhərsiz ilanı seçmək istəyirsinizsə, əsas diqqət edəcəyiniz yer onların quyruğudur. Quyruq əgər nazik, uzundursa, bilin ki, o ilan zəhərsiz ilandır. Amma quyruğu, bədəni qalın və quyruğu bu şəkildə, bakın nazik deyil, bu şəkildə qalın və qısadırsa, bilin ki, bu ilan zəhərli ilandır. Bu ilanların təbiətə çox xeyri var, heç bir ziyanı yoxdur. Ekstremal vəziyyətdə qidalanmaq üçün istifadə edə bilərsiniz.